Salam, axşamınız xeyirli olsun əziz tələbələr. Hansı ki, qabiliyyət imtahanına hazırlaşırsınız. Çox uzaq məsafədə yaşayan, heç bir belə desək, necə deyim, müəllimlərlə, qabiliyyəti hazırlayan müəllimlərlə əlaqə saxlaya bilməyən və ya maddi imkan çatdırıb gedə bilməyən tələbələr üçün mən çox asan və rahat bir şəkildə onlara həndəsi fiqurları öyrətməyə səy göstərəcəm. Deməli, belə bir şəkildə malbertə yapışdırılır. Hətta knopkadan belə, iynəli knopkadan belə istifadə edə bilərsiniz. Ən əsas fiqurlardan biri, məsələn, dairədir. Dairə, bir dənə düz xətt çəkirik, baxırsınız. Və bu düz xətti, qələm bizim ölçü vasitəmizdir. Biz bu qələmdən ölçü vasitəsi kimi istifadə edirik. Baxın, xəttdən götürdüm, bir işarə qoydum. Bu xəttdən götürdüm, yenə bir işarə. Buradan gəlib bura qədər və ölçülük, bəli. Və buradan gəlib bura qədər. Və sonra biz bu xətləri birləşdirməyə çalışırıq. Belə də bir xət çəkə bilərik. Baxın, ortasından bir xət, yenə bir xət. Baxırsınızmı, görürsünüz? Baxın, buradan ölçünü götürürük. Bu dairəni biz dairə bildiyimiz əslində kürədir. Çünki dairənin həndəsi fiqurun içi dolu şəklinə olana, yəni ağır olur da o. Bilirsiniz ki, ona kürə deyirlər. Və s. və ilaxır belə gedirik. Və sonra biz bunları birləşdiririk. Əslində çox çətinlik çəkir buna tələbələr hazırlaşan zaman. Baxın, gördünüz. Çox asan da oldu. Yəni heç bir çətinlik falan yoxdur. Sizə bir söz deyim indi mən. Yenə ölçürük təkrar. Bu qədər məsələn. Və buranı da ölçürük bu qədər. Sadəcə yuxarıdan aşağı çəkdiyim üçün biraz böyük ölçü fərqli görünə bilər. Əsas dairədə nə olur? Məsələn, işıq olur. Sinif otağında işıqlar ya sağdan və ya soldan düşür. İşıq düşən tərəf həmin zaman fiqurun ən işıqlı hissəsi olur. Siz bilirsiniz ki, məsələn, bura qədər düşür hardasa. Baxın, bu hissəyə qədər hardasa işıq düşür. Görsünüzmü? Və buralarında biraz ola bilər, ştrixlər vura bilərik. Yəni, çox asan olur. Vaxtımız getməsin deyə mən videonu saxladım və necə deyərlər, vaxtı dəyərləndirdik. Ən əsas şəkildə bir də işıq çox zaman yuxarıdan düşür. Sinif otaqlarında bu bizə hələ ki lazım deyil. Çünki orada üst tərəfdən heç bir işıq qoyulmur. Sadəcə ya sağdan və ya soldan düşür. Bir də əsas bir şey var. Bizim hər birimizin bilməli olduğumuz bir şey. Fiqurlarda kölgə. Baxın, görürsünüz. Bax, bu fiqurun dayandığı düz xəttdir. Bu isə fiqurun düşdüyü kölgə istiqamətidir. Baxın, bu buradan işıq düşəndə, artıq buradan düşəndə o işıq. Bu kölgəni verir. Buradan düşəndə yox ha, sağdan düşdüyü zaman kölgəni sola verir və bu normal bir şeydir. Baxın. Baxın, bu onun kölgəsidir. Yana kölgə verir. Çox zaman kölgə balaca da ola bilər. O işığın düşməsinə baxır. Biz kölgəni əslində ştrix zamanı belə əlimizlə kənarlarını kontrollamayacağıq. Biz buna ştrix vuracağıq ki, kölgə olduğu hiss olunsun. Və yaxud da tam tərsinə, əgər işıq soldan düşərsə, eyni hissə şəkildə görünüşü biz verəcəyik bu birisi tərəfdən. Baxın. Görürsünüz. Yine eyni məsafədir. Sadəcə olaraq biz kürənin içinə
düşən hissəsini silirik, o bizə mənəcilik yaratmasın deyə. Artıq burada sağdan yox, işıq sol tərəfdən düşür bizə. Baxın, artıq bizə işıq soldan düşdüyü zaman kölgə bu tərəfə verir. Hətta uzana da bilər, sala da bilər. O işığın necə düşməyinə baxır. Mən ən əsası sizə nəyi göstərmək istəyirəm? Karandaşları həm eyni zamanda. Mən hal-hazırda 6B ilə çalışıram və ki, siz onu rahat bir şəkildə görəsiniz. Amma sizlərə heç bir şəkildə məsləhət görmürəm ki, başladığınız zaman belə çox qalın karandaşlarla işləyəsiniz. Çox nazik, incə yazan karandaşlarla və eyni zamanda yağlı, rahat yazan karandaşlarla çalışsınız, daha yaxşı olar. Sizin üçün rahat olar. Mən sizə göstərmək istəyirəm bu fiquru necə ştrix etməyi. Əslində belə seçilməməlidir. Baxın, fiqurda çalışacağım siz görəsiniz. Baxın, belə şəkildə baxın dairə bir şəkildə və eyni zamanda ona əks şəkildə və bir də bu şəkildə tərsinə şəkildə fiqurda ştrixlər olur. Mən bu ştrixləri özüm aralı vururam ki, siz onu rahat görə biləsiniz deyə. Baxın. Bu xətt indi burada hal-hazırda mən qoydum. Bu qədər seçilməməlidir. Siz ən çox xəmir pozanından istifadə etsəz daha yaxşı olar. Hərçənd mən ona toxuna bilmirəm. Xəmir pozana toxunduğum zaman biraz narahatçılıq hiss edirəm. Ona görə də mən ondan istifadə etmirəm. Amma siz istifadə edə bilərsiniz. Biz işıq düşən yerə çox ağ belə qoymaq olmaz. H karandaşlarla sadə bir şəkildə, az öncə də göstərdiyim kimi, məsələn, baxın, rahat bir şəkildə biz bunu belə işləyirik. Bilmirəm, mən bir əlimlə çəkirəm, bir əlimlə sizə göstərirəm. Necə olur, bəzən yayınır. Amma yenə də. Baxın. İnanın ki, çox asandır. Yəni, rahat bir şəkildə çəkə bilərsiniz. Və sizə əmin edirəm ki, bu imtahanlardan internetdəki videolar vasitəsilə o qədər keçən tələbə tanıyıram mən. Heç bir repetitor yanına getmədən. İndi mən şəkilləri sizə necə komponovka etməyi də qarşıdakı videolarda göstərəcəm. Baxın. Görürsünüz, əslində örtüldü. İndi baxın, bir şey göstərəcəm mən sizə. Diqqətlə ştrixləri vurun. Mən indi burada vaxt məhdudiyyətinə görə ştrixləri vurmuram. Sizə çalışıram hər birini göstərim. Bir də ən çox nəyə əsas verilir? Fiqurun kənarındakı bu az öncə söylədiyim belə qara çəkmək. Baxın, belə qara kontura ilə əslində fiqur seçilməməlidir. Buna yanlış hesab olunur akademik şəkillərdə. Çox yüngül olmalıdır. Bu ştrixlərlə bilinməlidir. Mən indi onu pozuram yüngülvari şəkildə. Bu ştrixlərlə bilinməlidir ki, bir də bunlar görünməməlidir, bilirsiniz. Mən sadəcə bunları göstərdim ki, işıq, kölgəni necə tapmaq olar. Bunlar kölgəni tapmaq üçün sizə köməkçi xətlərdir. İndi hal-hazırda çəkdiyim şəkildə işıq sol tərəfdən düşür. Və bu tərəfdə heç bir, belə desək, resmen müəllimətim narahatdır. Bu müəllibət evdə olan müəllibətdir. Yəni akademik üçün istifadə olunmayan müəllibətdir. Ona görə biraz üzürlü sayın, narahat müəllibətdir. Məndən bir tanış xahiş etdi ki, rayonda bizim bir qohumumuz var. O heç bir demək olar ki, sinifdəki uşaqlarla hazırlığa gedə bilmirlər. Onda mən bir qərara gəldim ki, belə bir video çəkim, hər kəs üçün faydalı olsun. Baxın indi. Biz bunu belə düzdür çəkmişik.
Əslində bu sadəcə bir gedişatdır da, görürsünüz, bu bunun kölgəsidir. Kölgə daima tünd karandaşla çəkilir. Həmin o əşyanın tündü ilə çəkilir, baxın. Biz bunu belə xətlərlə çəkirik. Çəkdikmi biz bunu, bu fiqur da buradadır. Getdikcə açılır rəngi. Tünd başlayır dibindən, açıla gedir. Kölgənin rəngi belə olur. Dibi başlayır, açıla gedir və sonra biz bunu ştrixləyirik. Özünüz zaten ştrix vurmağı baxıb öyrənə bilərsiniz o biri roliklərdən, videolarımızdan. Mən yenə deyirəm, açıla gedir. Baxın, açıram biraz, tonu açıram. Buranı əslində tünd eləmək lazımdır. Sadəcə olaraq biraz məndə vəziyyət narahatlıdır. Və bu hissə biraz işıqlı olan tərəfdir. Fiqurun alt hissəsi. Çox tünd olan tərəf deyil. Ona görə də mən də sizə yavaş-yavaş göstərəcəm hara tünd, hara açıq olmalıdır. Bu hissə daha çox tünd olmalıdır. Fiqurun yan hissəsidir çünki. Sadəcə mən biraz üzülsəm, yaxşı ştrixlər vura bilmirəm. Səbəbi də narahatçılıqdır. Özünüz daha rahat vura bilərsiniz. Hər fiqurun özünə uyğun şəkildə ştrixlənmə qaydası var. Məsələn, baxın, əslində ştrix budur. Düz xəttlər və ona tərs gedən xəttlər, baxın, və sonra daha tərs gedən xəttlər. Budur ştrix. Bu ştrixdir. Biz bunu karandaşlarımızı dəyişərək istifadə edirik. H-dan, HB və HB-dən sonra gəlir B-lər başlayır. B2, B3, B4 və falan uzanır. Ən çox yüksək B-ləri biz arxa fonda kölgələrin dibindən çox istifadə edirik. Kölgə diblərində istifadə olunur. Ən çox. Bir də mən sizə bir söz deyim ki, bu hissə açıq rəngdə olur. Mən sadəcə onu sizə göstərdim ki, bir də yüngülvari pozursunuz. Dediyim kimi xəmir pozanalını istifadə edin ki, sizə çətin olmasın. Xəmir pozanalını istifadə etsəz, üstünə yapıştırdığınız zaman o rənglər zaten alacaqdır. Və heç bir problem yaşamayacaqsınız. Baxın, indi mən buna kürə şəklini vermək istəyirəm. Belə olmur. Yəqin ki, gələn dəfə videomu biraz çəkiliş stilini dəyişməliyim. Çünki alındıra bilmirəm belə. Bir əllə çəkmək, həm də bir əllə. Keçid şəkli necə olmalıdır? Tünd, fiqurda əslində belə baxanda. Baxın, bu ağappaq rəngidir. Buradan əgər işıq düşürsə, işıq hardan düşürsə, bura ağ yazıram. Baxın, bura ağ rəng olur. Ağ deyəndə H-la işləyirik biz buranı. Buranı işləyirik HB ilə. Yəni, bura ağ dediyimiz zaman buranı biz H-la işləyirik. Buranı işləyirik HB ilə. Artıq buranı, məsələn, işləyirik B2 ilə. Buranı biraz yumuşaq rəng qoyuruq. Amma biz bunun altındakı, yəni də bayaq az öncə qeyd etdim ki, kölgələri necə işləyirik? Biz bu kölgələri yenə HB ilə və yaxud da B-lərlə işləyirik, tünd B-lərlə gəlirik, aça gedirik. Çünki itir.
Bu da ştrixlərlə itir. Yəni bunu kənarını belə yumrulamaq olmaz. Hətta kənara da biraz çıxa bilər ki, yəni görünsün ki, bu bunun kölgəsidir. Belə qoyunu göstərim mən sizə. Bu bunun kölgəsidir. Yəni kölgəsi olduğu görünsün. Ki buradan işıq düşür buna. Bu da buradan kölgə verir buna əslində. Belə sadəcə olaraq bilmirəm orada necə görünür. Mən rahat bir şəkildə düzəldə bilmədim. Ən çox nəyə fikir verilir? Ən çox ballar nəyə verilir? Yerləşmə və komponovka stilinə. Yerləşmə komponovka stili nə deməkdir? Komponovkanın forması, akademik şəkildə şəkillərin yerləşdirilməsi nə deməkdir? Onu da mən gələn səfər videolarda yavaş-yavaş sizə göstərəcəm. Əsas istədim ki, birinci videoları görəsiniz. Baxın, burada video dedim mən sizə. Bura H-la işləyirik biz buranı. Çünki açıq rəngdə olur. Sonra keçirik bura HB ilə işləyirik biz buranı. Və biraz tondan sonra da biz buranı istifadə edirik. Mən sizə deyim, daha tünd tonlarından istifadə edirsiniz. Baxın bu hissəsini. Mən indi bunu belə işarəlini göstərirəm, amma siz belə etməməlisiniz də. Siz üstündən bu rənglədiyiniz bir tonda rəngləyin. Siz məsələn H-la buranı istifadə edin, aşağında HB ilə işləyin. Və sonra tünd karandaş əlimizə alırıq. Biraz buranı tündləşdiririk bu hissələri. Anidən keçiş etmək olmaz qətiyyən heç bir şəkildə. Anidən keçiş etdiyiniz zaman, rənglərə keçdiyiniz zaman hiss olunur. Buranı biraz daha tündləşdiririk. Bura nisbətdə. Baxın, bu hissə, fiqurun bu hissəsi açıq rəngdə qalmalıdır. Aşağı tona getdikcə yavaş-yavaş açılır. Baxın, bu hissə daha açıq olmalıdır. Görürsünüzmü? Buranı yenə də açıq. Nə bilim, indi HB ilə, H-la baxarsınız da tonuna siz onun. Yəni ki, o tam düşmür də. Bu hissə, ən çox qara olan hissə bu hissə olur. Bilmirəm, mən necə dərəcədə, hansı dərəcə çəkə bildim, sizə necə göstərə bildim. Amma siz fiquru hər şəkildə görə bilərsiniz. Əsas nüanslara fikir verin. Çünki fiqur, yenə bütün fiqurlarda var. Sadə rəng, yəni dediyim kimi açıq rəng, orta rəng gəlir. Məsələn, bozdu mu? Bozdan tünd rəng gəlir 2-3 ton və 2-3 tondan daha qalın ton gəlir. Qalın tondan sonra kölgə gəlir. Kölgəni ən böyük ştrixlərlə işləyirsən. Ən böyük həm ştrixlərlə, həm də karandaşlarla. Böyük dediyim zaman, yəni rəqəm olaraq böyük. Məsələn, B-lərin ən yüksəyini həmişə kölgənin dibinə saxlayın. Fonda verilən kölgələrin dibinə mütləq şəkildə saxlamaq lazımdır. Və ən əsası, biz bu şəkildə müstəvi verməmişik. Bunun arxa fonunda, məsələn, baxın, müstəvisi var. Bir də durduğu yer var. Müstəvi hər zaman, indi bu fiqur, məsələn, biz bu fiquru hər şəkildə ştrix verə bilərik arxasına. Məsələn, belə tünd verəcəm çünki, niyə tünd verirəm? Açıq rəngli tonlar seçilsin deyə. Biraz səliqəsiz alındı məndə. Amma yenə də baxın da. Hepsini birbirine qarışdırdım. Bu qabiliyyət imtahanı dediyimiz qabiliyyət imtahanı əslində bilirsiniz nə üçündür? Kimin azca qabiliyyəti varsa, birazca göstərişlərlə, yəni xahiş edirəm yanlış anlaşılmasın, şəkil çəkmək çox da çətin deyil. Xahiş edirəm kommentaryalara yazın, hansı fiquru çəkmək istəyirsinizsə də. Mən onu sizə geniş ətraflı şəkildə yavaş-yavaş çəkməyini öyrədim. Gəlirik indi biz əsas xəttə. Baxın, müstəvini daima aşağı müstəviyə uyğun rəhləyirik. Bu şəkildə. Yəni sağa, sola yox. Amma onu yuxarı hissəyə də edə bilərsiniz. Adi məsələn bu şəkildə də arxadan fon verə bilərsiniz. Aça gedir. Fon açıla gedir. Və yaxud da tündləşə gedir. Çünki artıq o işığın düşməyinə baxır. Biz bilmirik bizi nə gözləyir. Məsələn, bizdə burasında bura açıq olmalıdır fon. Çünki necə deyim, işıq düşür zaten bizə orada.
Ben biraz yanlışlık ettim. Arka tərəf tünd olmalıdır, çünki arka tərəfə düşür. Bilmirəm necə görünür oradan. Baxın, görürsüz. Düzünə eləyirəm. Ştrixləri vururam. Ştrix düzün olmalıdır, amma bu yuxarı hissəyə getməlidir. Çünki üzü yuxarıya qalxır. Bunlar bir-birindən seçilməlidir və ən əsası da kölgə seçilməlidir. Kölgəsi seçilməlidir. Kənardan baxdığımız zaman biz nə görürük? İşarələdiyim yerlərin rəngi az öncə qeyd etdim sizə. Kimin nə sualı, nə fikri olsa xahiş edirəm kommentariya yazsın. Əgər bəyəndinizsə like atarsınız. Mən də artıq videoların bəyəndiyini görüm. Sizə təkrar yeni videolar çəkməyə hazırlaşaram. Daha yaxşı, rahat şərait yaradaraq. Bu mənim ilk videomdur. Biraz narahatçılığı gözə almaq olar. Nəzərdə tutmaq olar ki, narahatçılıqlar. Sağ olun, salamat qalın.